Üçüncü dərsimiz Azərbaycanın bitki və torpaq örtüyüdür. Görək Azərbaycanımızın ərazisində hansı bitki növləri var, hansı torpaq örtüyü, hansı torpaq növləri yayılmışdır. Bunların hər birinə bir-bir nəzər salaq. Onu qeyd edək ki, ilk öncə ölkəmizin ərazisində bitki və torpaq örtüyü müxtəlif yayılıb və bu müxtəlifliyin iki başlıca səbəbi var. Birinci səbəb qeyd edirəm, iqlim, ölkəmizin iqlimi və digər səbəbimiz isə relyefdir. Relyef və iqlimdən asılı olaraq Azərbaycanın bitki və torpaq örtüyü də müxtəlif olmuşdur. Və baxaq ölkəmizin ərazisində hansı torpaqlar var. Torpaqlarımız iki yerə bölünür. Torpaqlarımız deməli dağ və düzəniş torpaqları olmaqla ayrılacaq. Dağ torpaqları və düzənlik torpaqları olmaqla ayrılacaq. Dağ torpaqlarımızın xüsusiyyətlərini qeyd edirik. Əsas açar məqamları budur. Dağ torpaqlarımızda deməli rütubətlənmə çoxdur. Ona görə də dəmiyə əkinçiliyi olacaq. Dəmiyə əkinçiliyini qeyd edəcəyik. Ondan sonra burada yazlıq əkinçiliyi qeyd edirik. Yazlıq əkinçiliyi üstünlük təşkil edəcək. Bundan başqa heyvanların yay otlağı olacaq dağlıq ərazi. Çünki yayda neynir? Dağ daha da yaşıllaşır və ona görə də qoyunçuluğun yay otlağı olacaq. Yay otlağı. Bundan başqa həmçinin dağ torpaqları məhsuldar torpaqlardır, strukturlu torpaqlardır, humus qatı ilə, çürüntü qatı ilə zəngin olan torpaqlardır. Həmçinin dağ torpaqlarımızda arıçılığı xüsusilə qeyd edəcəyik. Arıçılıq geniş yayılacaq. Çünki dağ çəmənləri bilirik ki, arıçılığın əsas belə deyək də, inkişaf etdiyi ərazidir. Və burada dedik ki, suvarma əkinçiliyi olmayacaq. Rütubətlənmə əmsalı isə 1-ə yaxın və böyükdür. Rütubətlənmə əmsalı 1-ə yaxın və böyükdür. 1-ə bərabərdir və ya 1-dən böyükdür olacaq. Bu, dağ torpaqlarımızın xüsusiyyətləri. Düzənlik torpaqlarımızda isə əkinçilik yalnız suvarma şəraitində mümkündür. Suvarmanı qeyd edəcəyik. Burada artıq yazlıq yox, payızlıq əkinçiliyi olacaq. Payızlıq və heyvanların yay otlağı yox, düzən ərazilərimiz qış otlağı olacaq. Yəni qoyunçuluğun qış otlağı olacaq. Dağlıq ərazilərimiz üçün həmçinin taxıl və kartofçuluğu xüsusi qeyd edirik. Düzənlik ərazilərimiz üçün isə pambıqçılığı, şəkər çuğundurunun əkilməsini, ondan sonra həmçinin taxılçılığın da payızlıq taxılçılıq həmçinin düzənlik ərazilərimizdə yayılmışdır. Torpaqların məhsuldarlığı azdır düzənlik torpaqlarında. Və deməli, rütubətlənmə əmsalı isə düzənlik torpaqlarımızda 1-dən kiçik olur və daha çox dedikdə 0,3-ə, 0,4, 0,5 bu intervallarda olur düzənlik ərazilərimizdə torpaqlar. Bu, düzənlik ərazilərimizin torpaqlarının xüsusiyyəti. İndi nəzər saraq görək, dağlıq ərazilərimizdə torpaqlar dağın ətəyindən, yəni ölkəmizin ərazisində dağın ətəyindən zirvəsinə doğru torpaqlar necə yayılmışdır? Bu olsun bizim ən uca zirvəmiz olan Bazar düzü 4466 metr və başlayaq torpaqlarımızı bölməyə. Ölkəmizin ərazisində dağların ətəklərində, yəni yarımsəhra landşaftının olduğu ərazilərdə, yəni 200 metrə qədər olan hissələrdə yarımsəhra quru çöl iqlimi şəraitində, deməli, yarımsəhra landşaftı yayılıb və yarımsəhra landşaftı daxilində ölkəmizin ərazisində, dağların ətəklərində boz torpaqlar yayılmışdır. Boz qonur, boz çəmən bu kimi, yəni boz şoran kimi torpaqlar, yəni boz torpaqların müxtəlif tipləri formalaşmışdır. Boz torpaqlar üçün onu qeyd edirik ki, boz torpaqlarda suvarma şəraitində olur əkinçilik. Suvarma şəraitində yarımsəhra quru çöl iqliminin tərkibində və yarımsəhra landşaftında yaranır. Meliorasiya tədbirlərinin ən çox həyata keçirildiyi torpaqlar boz torpaqlardır. Belə deyək də, Qobustan Abşeron ərazisində boz torpaqlarımız, Kür Araz zolağında, Naxçıvan ərazisində, yəni Naxçıvan ərazi boyu düzənliklərində deməli nə olmuşdur? Boz torpaqlar daha geniş yayılmışdır.
Və bundan sonra deməli 400 metrə qədər olan ərazilərimizdə isə quru çöl landşaftları yayılmışdı və quru çöl landşaftı daxilində, yəni bu Q hərfidir, quru çöl landşaftı daxilində ölkəmizdə açıq şabalıdır. Açıq şabalıdır, şabalıdır torpaqlar yayılmışdır və bu torpaqlarda əkinçilik qismən dəmiyə şəklində, yəni vedeti daha doğrusu əsasən dəmiyə şəklindədir, amma suvarmadan da istifadə oluna bilir. Açıq şabaldı torpaqlar ölkəmizdə Gəncə Qazax düzündə olacaq. Gəncə Qazax düzün burada qeyd edəcəyik. Qazax düzün, bir də Qarabağ düzlərin, Qarabağ düzlərin qeyd edirik. Bu ərazilərimizdə deməli açıq şabaldı torpaqlar geniş yayılmışdır. Bundan başqa 800 metrə qədər olan ərazilərimizdə mülayim isti iqlim şəraitində deməli dağ çöllər formalaşır. Dağ çölləri formalaşır. Dağ çöllərimizin torpaqları isə qara torpaqlar və bir də deməli tünd şabaldı torpaqlardır bu ərazilərimizdə. Tünd şabaldı torpaqlar. Və qara torpaqlar Azərbaycan ərazisində zolaq yarada bilmir. Və bu torpaqlar ölkəmizin ərazisində talalar şəklində mövcuddur. Və hansı ərazilərimizdə yayılıb təbii ki, Şamaxını qeyd edirik. Şamax ərazisində, ondan sonra İsmayıllı ərazisində, bundan başqa həmçinin deməli Gədəbəydə, Daşkəsən ərazisində, bundan başqa Xocavənd rayonunun ərazisində deməli nə etmişdi? Qara torpaqlar talalar şəklində yayılmışdı. Qara torpaqlar məhsuldar torpaqlardır. Rütubətlənmə misalının 1-ə yaxın olduğu ərazilərdə yayılıb və bu torpaqlar məhsuldarlığı ilə seçilirlər. Və qara torpaqlarda ölkəmizin ərazisində taxılçılıq və kartofçuluq inkişaf eləmişdi. Və tünd şabaldı torpaqlar ölkəmizin ərazisində ceyran, çöl, Acınohur ərazisində, daha doğrusu pis yazdım biraz, üzrlü hesab edin. Ceyrançöl Acınohur ərazisində geniş yayılmışdır. Bundan sonra gəlirik bir qədər yuxarıya doğru. Yuxarıya doğru deməli 1800 2200 metr hündürlüklərə qədər isə dağ meşə landşaftı yayılmışdı. Dağ meşələrimiz həm mülayim isti iqlim şəraitində, buradan yazıram, mülayim isti iqlim şəraitində, həm də soyuq iqlim şəraitində formalaşır. Baxın, soyuq iqlim şəraitində rütubətli dağ meşə formalaşacaq. Necə? Rütubətli. Bəs mülayim isti iqlim şəraitində isə quru dağ meşələri, quru isti iqlim şəraitində quru dağ meşələri yaranacaq. Rütubətli iqlim şəraitində yaranan torpaqlar, bu rütubətin ki, r-sını görürük ha. Bax, bu r-nı götürürük. Bu bizim həmin torpağımızın son hərfi olacaq. Qonur torpaqlar. Qonur torpaqlar fıstıq və vələs meşələri. Fıstıq və vələs meşələri altında yayılıb. Aşağı hissədə quru şəraitdə isə qəhvəyi torpaqlar formalaşıb. Qəhvəyi torpaqlar isə istiyə davamlı palıd meşələri altında nə etmişdi? Formalaşmışdı. Bundan sonra ölkəmizin ərazisində 3000 metrə qədər olan ərazilərdə, deməli, soyuq iqlim şəraitində və bir qədər daha yuxarıda isə dağ tundra iqlimi şəraitində çəmən, deməli, landşaftları daxilində çimli çəmən, torflu çəmən və ibtidai torpaqlar var. Subalq çəmənləri bura aşağı hissəni təşkil edəcək, subalq çəmənləri. Ondan yuxarıda olan hissəyə isə deyəcək alt çəmənləri. Subalq çəmənləri hündür boylu otlardan ibarət olduğuna görə olacaq biçənək. Və bu biçənək altında bitkilərin kökləri beləlikdə torpağı parçalayacaq, torpağın altında beləlik yayılacaq və bunlar çimli çəmən torpağı yaradacaq. Çimli çəmən torpaqları yaradacaq. Bundan başqa həmçinin
Alt çəmənlərində isə soyuq iqlim şəraitində, dağ tundra iqlim şəraitində daha yuxarı ərazilərində torpaqlar tədricən, daha doğrusu bitkinin qalxıları, kökləri tədricən çürüyəcək və bu isə torflu çəmən torpaqları yaradır. Torflu və həmçinin torfludan da əlavə onu qeyd edirik ki, daha yuxarıya doğru isə ibtidai torpaqlar yaradır. Və 3000 metrdən 3900 metrə qədər isə ölkəmizin ərazisində subnival landşaftlar yaranıb. Yəni subnival landşaftlar yaranıb, subnival. Subnival landşaftlar daxilində isə yenə də ibtidai torpaqlardır, bir-iki qayalıqlardır. Bundan yuxarıda isə nival landşaft yaranıb. Nival landşaftlar isə buzlaqlarla örtülüdür və bunların altında isə yenə təbii ki, ibtidai torpaqlar formalaşmış olacaq. Bu, bizim dağlarımızın ətəyindən zirvəsinə doğru olan torpaqlarımız. İndi digər, yəni düzənlik ərazimizdə olan digər torpaq tiplərinə də nəzər salaq. Düzənlik ərazilərimizdə bunlardan həmçinin də qeyd edək ki, orada qonur meşə torpaqları qeyd edək ki, həmin qonur meşə torpaqlardır, sar torpaqlardır. Naxçıvan ərazisində deməli olmayacaq. Həmçinin orada qeyd etmədik, Lənkəran ərazisində, dağlıq ərazilərdə 1-2 hündürlüyə doğru temperatur qalxır, yəni ki, birlikdə normalda aşağı düşür digər dağlarda. Lənkəranda, yəni Tarış dağlarında isə dağın ətəyinin zirvəsinə doğru temperatur artır. Və bu şəraitdə orada demək olar ki, sarı torpaqlar, dağ sarı torpaqlar formalaşıb və dağ sarı torpaqlar Azərbaycan ərazisində yalnız Talış və Lənkəran ərazisindədir. İndi bir-bir həmin torpaqlara nəzər salaq. Azərbaycanda sarı torpaqlar, ondan sonra boz çəmən torpaqlarını qeyd edək. Çəmən torpaqları, ondan sonra bataqlıq çəmən torpaqları var. Bataqlıq, yəni düzənlik ərazilərimizdə bataqlıq çəmən torpaqları var. Allüvial çəmən torpaqları var. Şoran torpaqlarımız var. Boz şorakətli torpaqlar var. Boz şorakətli torpaqlar var. Ondan sonra boz qonur torpaqlarımız var. Boz qonur. Boz qonur torpaqlar bizim qarşımıza çox çıxacaq. Boz qonur torpaq meliorasiyanın dedik ən çox görüldüyü, meliorasiya tədbirlərinin ən çox görüldüyü torpaqlardır. Suvarma şəraitində əkinçilik mümkündür bu ərazilərdə. Rütubətlənmə misalı təbii ki, birdən kiçikdir, 0,3-ə, 0,4-ə yaxındır. Boz çəmən torpaqlarında burada payızlıq əkinçilik olacaq bu torpaqlarda, məhsuldarlıq aşağıdır və malqaranın qış otlaqlarını təşkil edəcək bu torpaqlarda bitən bitkilər. Ondan sonra deməli nəyə diqqət edir? Baxaq görək bunlar hansı ərazilərdə bu torpaqlar yayılıb. Sarı torpaqlar Azərbaycan ərazisində Talış və Lənkəranı qeyd edirik. Talış və Lənkəran ərazisində geniş yayılmışdır. Boz çəmən torpaqları ölkəmizin ərazisində Kür-Əraz ovağında var. Naxçıvan ərazi boyu düzənliklərində həmçinin rast gəlinir. Qanğəyər çay vadisində də boz çəmən torpaqları var. Gəldik bataqlıq çəmən torpaqlarına. Bataqlıq çəmən torpaqları ölkəmizin ərazisində təbii ki, bataqlıqlaşmış ərazilərdə olacaq. Göllər ətrafında birlikdə axmaz göllər və yaxud da ki, körfəz ətrafında, məsələn, qızıl ağac körfəzi ətrafında ağac körfəzi ətrafında formalaşır. Ondan sonra Mil düzündə var, Salyan düzündə var. Salyan düzündə, həmçinin Samurdağ və Çovalğında Ağzı bir Çala göl ətrafında bataqlıqlara rast gəlirik. Mil düzündə Sarı sudur, Mehman göldür, Ağ göldür, bu göllərin ətrafında və bir də Qızılağac körfəzində də yəni nəyə rast gəlirik? Bataqlıq çəmən torpaqlarına, yəni çəmən də var bunun təbii ki, bataqlıq çəmən torpaqlarına rast gəlirik. Bəs alüvial çəmən torpaqları hardadır? Çaylar boyunca yaranacaq. Araz çayı, Kür çayı, Qanıq çayı, bu kimi çayların dərəsi boyu hansı torpaqlar yaranacaq? Deməli, alüvial çəmən torpaqları yaranacaq. Ölkəmizin ərazisində şoran və şorakətli torpaqlar əsasən, belə deyək də, talalar şəklində formalaşıb və bir çox ərazilərimizdə şoran və şorakətli torpaqlara rast gəlir. Həmçinin şoran və şorakətli torpaqlar Kür-Araz ovalığında da var. Bundan başqa, deməli, Samurdağ və Çovalğında da müəyyən hissələrində şoran və şorakətli torpaqlara rast gəlirik. Həmçinin, deməli, şoran və şorakətli torpaqlar Abşeron ərazisində, Abşeronun qərbində, Qobustan cənubunda da deməli geniş yayılmışdır.
Və həmçinin deməli arazboy düzənliklərdə də şorakətli bozqonur torpaqlara rast gələcəyik. Şirvan, Muğan, Salyan, Mil düzlərində də şorakətli torpaqlar mövcuddur ölkəmizin ərazisində. İndi baxaq görək bu torpaqlarda ölkəmizdə hansı bitki növləri var, hansı bitki növləri bitir. Dünyada bilirik ki, 500-dən, yəni 500 mindən çox bitki növü var. Lakin bu bitki növünün cəmsi 4,1-dir də 3000 növü. Yəni 500 min növdən 4,3 min növ Azərbaycan ərazisində yayılmışdır. Ölkəmizin ərazisində olan bitkilərdən deməli, bir çoxu endemik və relikvit bitkidir. Bunlardan 370-dən artığı endemik bitkidir. Endemik nədir? Yəni bir ərazi üçün xarakterik olan bitki. Yəni bu bitki həmin ərazi daxilində təbii halda bitir. Başqa ərazilərdə buna təbii halda rast gəlmir. Ola bilər ki, məsəl üçün, insan fəaliyyəti ilə nəsə də bir suni bir şəraitdə həmin bitkini becərə bilsinlər. Lakin endemik şəkildə, yəni daha doğrusu təbii şəkildə müəyyən bir əraziyə xas olan bitkilərə endemik bitkilər deyirik. Həmin ərazidən, yəni kənarda bu bitkilər bitmir. Digəri isə relikvit bitkilərdir. Relikvit bitkilər isə tarixi bir dövrdə formalaşmış, lakin sonradan beləliklə nəsli məhv olmuş bitkilərdir. Onlar qalıq şəklində qalıblar, yəni relikvit qalıq deməkdir. Azərbaycan ərazisində də 3-cü dövrün qalıq bitkilərinə rast gəlinir. Yəni ki, relikvit bitkilərinə rast gəlinir. Talışda, Lənkəranda bu bitkilər daha çoxdur. Endemik bitkilər isə Ceyrançöldə də çoxdur, yəni Ceyrançöl ərazisində, Talış, Lənkəran ərazisində də çoxdur. Naxçıvan ərazisində də endemik bitkilərimizə rast gəlirik. Endemik bitkilərimizdən, burada qeyd edeyim, endemik bitkilərimizdən xüsusilə qeyd edirik Qarabağ dağ laləsin, Qarabağ dağ laləsi, Xəzər zəfəranı, ondan sonra Lənkəran zambağı. Bu bitkilər endemik bitkilərdir. Relikvit bitkilərə isə Eldar şamını qeyd edə bilərik. Eldar şamı həm relikvit, həm də endemik bitkidir, onu da qeyd edək. Ondan sonra qara çöhrəni qeyd edə bilərik. Bundan başqa deməli, həmçinin dəmir ağacını qeyd edə bilərik. Və həmçinin bu qeyd elədiklərim həm endemik, həm relikvitdirlər. Dəmir ağacını qeyd edə bilərik. Lənkəran akasiyası, Hirçan şumşadı, bu kimi bitkiləri də bura əlavə edə bilərik. Bunlar həm relikvit, həm də ki, endemik bitkidir. Sonuncu qeyd elədiklərim Eldar şamı, qaraçöhrə və dəmir ağacı. Ölkəmizin ərazisində bitkilər dağ və düzənlik bitkiləri olmaqla təbii ki, bölünüb. Düzənlik ərazilərimizin bitkiləri, deməli, yarım səhranın bitkiləri, quru çöllərin bitkiləri olmaqla həmçinin ayrılır. Düzənlik ərazilərimizdə bitən bitkilər cəvəndi, dəvə tikanıdır. Ondan sonra bicəvərdi, yovşandır. Bunlar əsasən düzənlik ərazilərimiz üçün xas olan, yəni xarakterik olan bitkilərdir. Və həmçinin düzənlik ərazilərimiz üçün ümumilikdə efemerlər qeyd edirik. Yəni, bir illik ot bitkiləridir bunlar. Yəni, efemer, bir illik ot bitkiləri deməkdir. Bunları qeyd edirik. Bəs, dağlıq ərazilərimizdə hansı bitki növləri var? Dağlıq ərazilərimiz bilirik ki, meşələrdən və çəmənlərdən ibarətdir əsasən. Çəmənlərdən, həmçinin düzdür, dağ çöllərimiz də var. Bunları xüsusən qeyd edək. Meşələrimizdə ağacların 2 növü yayılıb. Enli yarpaqlı və iynə yarpaqlı ağac növləri. Enli yarpaqlı ağac növlərinin cəmi ölkəmizin ərazisində 3 dənə böyük növü geniş yayılmışdır. Bunlarda palıd, fıstıq və vələs meşələridir. Bayaq da qeyd elədiyimiz kimi palıd quraq iqlim şəraitində formalaşır. Ona görə də palıd ağaclarına Xəzər dənizi sahillərindən tutmuş, ta ki, orta dağlıq ərazilərimizə qədər deməli rast gələ bilərik. Fıstıq meşələrini və vələs meşələri isə soyuq iqlim şəraitində dedik, rütubətli şəraiti sevən bitkilərdir və soyuq iqlim şəraitində formalaşırlar. Palıd ağaclarının ölkəmizin ərazisində bir neçə növləri var. Həmin növləri burada qeyd edək.
Deməli, bu növlər hansılardır? Palıd var, gürcü palıdı var ölkəmizin ərazisində. Gürcü palıdı, Araz palıdı var ölkəmizin ərazisində. Ondan sonra deməli şərq palıdı var. Şərq palıdı var ölkəmizin ərazisində. Uzun saplaq palıd var. Uzun saplaq palıd var və şabaldı yarpaq palıd var. Şabalıd, yarpaq palıd var. Bu palıd ağaclarından bir dəqiqə mən bunu burada daha yaxşı yazım. Yəni enli yarpaqlı ağaclar oldu nə? Palıd, palıd, deməli fıstıq, vələs oldu bir də. Vələs. Palıdın dedik ki, ölkəmizin ərazisində bir neçə növü var. Bunlardan oldu gürcü palıdı, gürcü, Araz palıdı, şərq palıdı, şabaldı yarpaq palıd və bir də ki, deməli, uzun saplaq palıd olmaqla ayırdıq. Uzun saplaq palıd. Bu palıd növlərindən gürcü palıdı və Araz palıdı quraqlığa davamlıdır, yəni quru iqlimdə rahat bitir və bu ölkəmizin ərazisində Həkəri, çayda və Cilcil çay hövzələrində, çay hövzələrində geniş yayılmışdır. Araz palıdına xüsusilə qeyd edirik, yəni Həkərini qeyd etmişəm. Zəngilan və Qubadlı rayonlarının ərazisi. Qubadlı rayonlarının ərazisində Araz palıdına rast gələcəyik. Şərq palıdı isə nisbətən rütubət sevən olduğuna görə şərq palıdlarına əsasən Naxçıvanın belə deyək də rütubətli orta dağlıq ərazilərində, həmçinin cənub-şərqi, daha doğrusu Böyük Qafqazın cənub-şərqində də deməli nəyə rast gələcəyik? Deməli şərq palıdına rast gələcəyik. Yəni Böyük Qafqazın cənubunda, cənub-şərq hissələrində deməli şərq palıdları yayılmışdır. Şabaldı yarpaq palıdı isə ölkəmizin ərazisində hansı ərazidə olacaq? Burada qeyd edək ki, Naxçıvanın orta dağlığıdır. Orta dağlığında. Şabaldı yarpaq palıdı isə Lənkəranda, Talış dağlarında deməli daha geniş yayılmışdır. Uzun saplaq palıdı isə bu da quraqlığa davamlıdır və ona görə bu da belə deyək də qarağaşla vələs ağaclarının birgə təşkil etdiyi meşələrdə əsasən biridir. Bunların birləşdiyi bir meşələrdə yaranırlar. Külaraz ovalıqdır, Qanıqəyir çaydır, Şollar düzüdür. Bu ərazilərimizdə deməli uzun saplaq palıd növlərinə rast gəlirik. Bundan başqa deməli enli yarpaqlı ağaclarımızdan başqa meşələrimizdə iynə yarpaqlı ağac növləri də var. İynə yarpaqlı ağac növləri. İynə yarpaqlı ağac növlərimizin belə deyək də, iynə yarpaqlıların Azərbaycanda cəmi 7 növünə rast gəlinir. Bunlardan biri ardıcdır. Ardıc ağacıdır, bunu ayırıram. Ondan sonra ardıc ağacından başqa həmçinin qarmaqvari şam var. Qarmaqvari şam var, testdə qarşımıza çıxacaq bu xüsusilə. Ondan sonra qara çöhrə var, və həmçinin Eldar şamı var, iynə yarpaqlı ağaclardan. Ardıc ağacının ölkəmizin ərazisində 4 növü var. Deməli, bunlar iri, belə də uzun gövdəli ardıc ağacıdır. Bundan başqa, uzun gövdəlidən başqa, həmçinin qırmızını qeyd edirik. Qırmızı ardıc ağacı. Ondan sonra deməli, ağır iyli ardıc ağacı var. Ağır iyli ardıc ağacı var. Ağır iyli. Və bir də çox meyvəli. Dördü burada, üçü də burada olmaqla cəmi 7 növ iynə yarpaqlı ağaclarımız oldu. Və həmçinin iynə yarpaqlı meşələr haqqında bunu da qeyd edək ki, ölkəmizin ərazisində zolaq yaratmır. Bax bu iynə yarpaqlı meşələr zonası ölkəmizin ərazisində zolaq yaratmır.
Bunu xüsusilə qeyd edək ki, bu ölkəmizin ərazisində zolaq yaratmır. Talalar şəklindədir və quraq iqlim şəraitində bizdə formalaşıb iynəyarpaqlı meşələr. Dünyada iynəyarpaqlı meşələr rütubətli iqlim şəraitində formalaşdığı halda bizdə isə nisbətən quru iqlim şəraitində formalaşa bilir iynəyarpaqlı meşələr. Qarmaqvari şam ağacları, qarmaqvari şam ağacları ölkəmizin ərazisində Göygöl qoruğunda olacaq, Göygöl. Və bir də ki, Qusarçayın orta xarında Quzun kəndində, burada qeyd edirəm, Quzun kəndində var. Qaraçöhrə Böyük Qafqazın cənubunda və cənub-şərq ətəklərində geniş yayılıb. Eldar şamı isə Ceyran çöldə olacaq. Ceyran çöldə. Ceyran çöldə yayılıb ellər oyuğunda. Ellər oyuğu. Və burada Eldar qoruğunda Eldar şamı ağacları qorunur. Eldar şamı həmçinin dedik ki, ölkəmizin arasında həm relikit, həm də ki, endemik bitkidir. Bundan başqa həmçinin ölkəmizin ərazisində Tuğay meşələri var. Tuğay meşələri bilirik ki, intrazonal landşaftdır. Tuğay meşələri daxilində söyüd var, ondan sonra qarağac var, qarağac var. Bunları qeyd edirik. Ondan sonra qovaq var. Qovaq, ağyarpaq qovaq, yəni qovaq ağacının növləri var. Tuğay meşələri daxilində. Bu, Tuğay meşələri daxilində formalaşmış ağaclarımızdır. Bundan başqa ölkəmizin ərazisində şərq çinarı var. Şərq çinarı var. Şərq çinarı, deməli, Zəngilan rayonunun ərazisində Bəsit, Çay, dövlət qoruğunda qorunub saxlanılır. Bundan başqa həmçinin bayaq ardıc ağacını qeyd elədik. Ardıc ağacı ilə yanaşı Azərbaycanda saqqız ağacı da var. Saqqız ağacı, ardıc və saqqız ağacı Türyançay dövlət qoruğunda qorunub saxlanılır. Həmçinin bunu da qeyd edək ki, saqqız ağacı, yəni Türyançaydadır bir, dedik Türyançay dövlət qoruğunda və bir də ki, saqqız ağacı həmçinin Qarabağ düzündə Ağdam rayonunun ərazisində, Ağdam rayonunun ərazisində Sultanbud meşəsində, Sultanbud meşəsində deməli, neyinir? Təbii halda bitir və qorunur. Xaçınçayın sahilində də Ağdamda deməli, saqqız ağacı. Bundan başqa ölkəmizin ərazisində bayaq qeyd eləmişdik ki, dəmir ağacı var. Dəmir ağacı Azərbaycan şəbalıd yarpaq palıtlı dəmir ağacıdır. Ölkəmizin ərazisində Hirçan Milli Parkında, yəni Hirçan qoruğunda neyinir? Qorunub saxlanılır. Bundan başqa demək olar ki, ağaclarımızın, yəni bitkilərimiz belə deyək də, qoruqlarımızda qorunur, saxlanılır. Məsəl üçün, Azərbaycan ərazisində düzən meşələri var ki, bunlar da xüsusi qoruqlarda, məsəl üçün, bunlardan Samur Yalama Milli Parkını deyə bilərik ki, Almaniya Federal dövlətin dəstəyi ilə yaradılmış bir qoruqdur, milli parkdır. Onun orada demək olar ki, düzən meşə landşaftı qorunur. Və bitkilərimiz düşünürəm ki, bu qədər artıq kifayətdir. Əsas hansı bitkilər bizə lazımdır? Yəni, testdə daha çox düşən, onları qeyd elədik. İndi qalır biraz da kitabdan nə etməliyik, oxumalıyıq, əlavə məlumat da artırmalıyıq.